Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə təhsil sənət fənni 8-ci sinif KSG 4 variant A və B suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Hansı variantdakı əsər Edgar Degas'a aiddir? Estakadada Böyük ağa Mirzəzadənin əsəridir. Mavi geyimli rəqqasələr Edgar Degas'ın əsəri olmuşdur. Axşam əsəri isə Maral Rəhmanzadənin əsəridir. Cavab B variantı. İkinci sual. Sarı güllər, Göyçə gölü. Məntiqi acılığı tamamla. Sibel Sakit Məmmədovun əsəridir. Bayadera. Cavab B variantı Bayadera olacaq. Sahidə isə Kamil Xanlarovun əsəridir. Sarı güllər, Göyçə gölü. Bunların hamısı Böyük ağa Mirzəzadənin əsəridir. Və Bayadera əsəri də Böyük ağa Mirzəzadənin əsəri olacaq. Məntiqi acılığı tamamladığımızda Bayadera uyğundur. Üçüncü sual. Azad qadın heykəli hansı materialdan yaradılmışdır? Tunç qranit, mərmər yonma, yonma tökmə. Azad qadın heykəli Fuad Əbdürrahmanovun heykəlidir və tunç qranitdən yaradılmışdır. Cavab A variantı. Dördüncü sual. Həzəslanovun heykəli hansı materialdan yaradılmışdır? Qranit, mərmər, tunç. Həzəslanovun heykəlini Fuad Əbdürrahmanov yaratmışdır və qranit materialından. A variantı. Hansı heykəl Fuad Əbdürrahmanova aiddir? Nəriman Nərimanov, Oxatan, Cavadxan. Cavab olacaq B variantı Oxatan, Çoban. Bunların hamısı Fuad Əbdürrahmanovun əsəridir. Cavadxan Xanlar Əhmədov, Nəriman Nərimanov isə Cəlal Qaryağdır. 6-cı sual. Aşiq Çoban. Məntiqi acılığı tamamla. Bu əsərlər Fuad Əbdürrahmanovun əsəridir və məntiqi acılığı tamamladığımızda bizdən Fuad Əbdürrahmanovun heykəlini soruşur. Gənc aşiq. Cavab A variantı olacaq. Çünki Fuad Əbdürrahmanovun heykəlidir. Cavadxan Xanlar Əhmədov, İmamqulu xanı isə Sadiq bəy Əfşarın əsəridir. 7-ci sual. Tokay Məmmədov hansı heykəli İbrahim Zeynalovla birgə yaratmışdır? Məhəmməd Füzulini Ömər Eldarovla birgə yaratmışdır. Nəsimini isə İbrahim Zeynalovla birlikdə yaratmışdır. Cavab B variantı. Sultan Məhəmmədin plakatını isə Elmira Şahtantinskaya yaratmışdır. 8-ci sual. Vəcihə Səmədovanın heykəli hansı materialdan yaradılmışdır? Vəcihə Səmədovanın heykəlini kim yaratmışdır? Tokay Məmmədov. Və hansı materialdan yaratmışdır? Mərmərdən. Cavab olacaq A variantı. 9-cu sual. Tokay Məmmədovun əsərlərinin mövzusu nədir? Mənzərə, portret, animalistika. Tokay Məmmədov özü heykəltaraş olduğu üçün onun heykəlləri də böyük ehtimal portret olacaq. Mənzərə olmayacaq, çünki təbiət rəsmlərini heykəl yaratmaq olmur. Animalistikada həmçinin bəzən yaradılır, bəzən yox. Burada cavab olacaq B variantı portret. Portret özü nədir? İnsanın sinədəki olan təsviridir. 10-cu sual. Qabartma deməkdir. Nöqtələrin yerinə hansı söz uyğun gəlir? Barelif yarıdan az qabardılan heykəltaraşlıq növüdür. Qaralif isə yarıdan çox qabardılmış heykəltaraşlıq növüdür. Amma qabartma demək relief deməkdir. C variantı. Relief özü ilə iki növə bölünür. Barelif və qaralifə. 11-ci sual. Fuad Əbdürrahmanovun barelifdən yaratdığı heykəl hansıdır? Barelif özü nədir? Yarıdan az qabardılmış heykəltaraşlıq növüdür. Çoban, Oxatan, Babək. Cavab C variantı Babək olacaq. Babək heykəlini deməli barelifdən, yəni az qabardılmış heykəltaraşlıq növündən yaratmışdır. 13-cü sual. Fuad Əbdürrahmanovun əsərlərinin mövzusu nədir? Dedik ki, bayaqlarım Tokay Məmmədov heykəltaraş olduğu üçün onun əsərlərinin mövzusu portret olacaq. Həmçinin Fuad Əbdürrahmanov da elədir. Yəni Fuad Əbdürrahmanov heykəltaraş olduğu üçün onun heykəlləri daha çox portret janrında işlənmişdir. Cavab C variantı. Portret nədir? İnsanın sinədəki olan təsviridir. 13-cü sual. Hansı variantda Böyük ağa Mirzəzadənin əsəri qeyd olunub? Yatan Əsmət Toğrul Nərimanbəyov, Bağ mövsümü Zöhrab Cabbarov, rəqqasələri isə Böyük ağa Mirzəzadə. Cavab A variantı olacaq. 14-cü sual. Relief neçə növə bölünür? Dedik ki, qabartma deməkdir. Relief qabartma deməkdir və iki növə bölünür. Barelief, qarelief. Barelief yarıdan az qabardılmış heykəltaraşlıq növüdür. Qarelief isə yarıdan çox qabardılmış. 15-ci sual. Portret nədir? Portret dedikçə dəqiq cizgilər deməkdir və insanın sinədəki olan təsviridir. İki növə bölünür. Təntənəli və kameral. 16-cı sual. Tanınmış şəxsiyyətlərin heykəlinin rəsmini çəkin. Yəni Nəriman Nərimanov, Məhəmməd Füzuli kimi tanınmış şəxsiyyətlərin heykəlinin rəsmini çəkməyi tələb edir. A variantı bu qədər. İndi isə B variantına keçək. B variantı 1-ci sual. Sarı güllər məntiqi acılığı tamamla. Sarı güllər əsəri Böyük ağa Mirzəzadənin əsəridir və sarı güllərin Böyük ağa Mirzəzadənin digər əsərini bizdən tələb edir. Deməli, mənim günahım Böyük ağa Mirzəzadənin əsəridir. Doğma düzənliklər Səməd Haqverdovun əsəridir. Balaca Esmiri isə Güllü Mustafayeva. Burada ən uyğun cavab olacaq A variantı.
3-cü sual. Hansı əsər Böyçağa Mirzizadənin əsəridir? Neftçi heykəli deməli kimindir? Mirəli Mirqasımovun. Oxatan Fuad Əbdürrəhmanov. Neft mədənlərində Böyçağa Mirzizadə. 3-cü sual. Nizami Gəncəvinin heykəli hansı materialdan yaradılmışdır? Tunç, mərmər, gil. Nizami Gəncəvinin heykəlini Fuad Əbdürrəhmanov yaratmışdır və hansı materialdan? Tuncdan. A variantı. 4-cü sual. Tokay Məmmədov hansı heykəli Ömər Eldarovla birlikdə yaratmışdır? Nəsimin İbrahim Zeynalovla birlikdə yaratmışdır. Oxatan isə Fuad Əbdürrəhmanovun heykəlidir. Məhəmməd Füzulini isə Tokay Məmmədov Ömər Eldarov birlikdə yaratmışdır. 5-ci sual. Fuad Əbdürrəhmanov hansı heykəli barelyefdən yaratmışdır? Dedik ki, baryef nədir? Yarıdan az qabardılmış heykəltaraşlıq növüdür. Oxatan Çoban yanlışdır. Koroğlunu isə baryefdən yaratmışdır. C variantı. 6-cı sual. Yarıdan az qabardılmış heykəltaraşlıq növü nə adlanır? Dedik ki, relyef nədir? Qabartma deməkdir və iki növə bölünür. Baryef, qaryef. Yarıdan az qabardılmış baryef adlanır. 7-ci sual. Yarıdan çox qabardılmış heykəltaraşlıq növü nə adlanır? Baryef dedik ki, yarıdan az qabardılır. Qaryef isə yarıdan çox qabardılır. 8-ci sual. Məhəmməd Füzulinin heykəli hansı materialdan yaradılmışdır? Mərmər, tunç, qoz ağacı. Məhəmməd Füzulinin heykəlini kim yaratmışdır? Tokay Məmmədov və Ömər Eldarov. Mərmər materialından yaratmışdır. Cavab A variantı. 9-cu sual. Fərhad məntiqacılığı tamamla. Deməli, Fərhad heykəli hansı rəssama aiddir? Tokay Məmmədov. Bizdən Tokay Məmmədovun digər heykəlini soruşur. Cavab A variantı Nəsrəddin Tusi. Oxatan və Çobanı isə Fuad Əbdürrəhmanovun heykəlidir. 10-cu sual. Tokay Məmmədovun əsərlərinin mövzusu nədir? Tokay Məmmədov heykəltaraş olduğu üçün ancaq portret janrında yarada bilər. Mənzərə təbiət rəsmidir. Natürmort isə cansız əşyaların təsvirinə deyilirdi. 11-ci sual. Heykəlin atlığı nə adlanır? Monumental böyük, əzəmətli deməkdir. Piedestal isə özül, atlıq deməkdir. Yəni heykəlin atlığı heykəlin alt hissəsinə qoyulur. Abidə isə tarix şəxsiyyətlərə həsr olunan heykəldir. Cavab olacaq burada piedestal B variantı. 12-ci sual. Monumental sözünün mənası nədir? Monumental sözünün mənası əzəmətli, möhtəşəm deməkdir. Sadəlövh təmtəraqlı yanlışdır. Burada cavab olacaq A variantı əzəmətli. 13-cü sual. Lətif Kərimovun portreti hansı rəssama məxsusdur? Lətif Kərimovun deməli kim olmuşdu? Lətif Kərimov xalçaçı rəssam olmuşdu və onun portreti hansı rəssama aiddir? Böyçağa Mirzizadəyə. Cavab B variantı olacaq. 14-cü sual. Heykəltaraşlıq nə adlanır? Heykəltaraşlıq bərk materialdan yaradılan təsviri deyilir və iki növə ayrılır. Dəyirmi, relyef. Bayaq biz relyefi keçdik. Dedik ki, relyef nədir? Qabartma deməkdir və iki növə bölünür. Baryef, qaryef. Baryef yarıdan az qabardılmış heykəltaraşlıq növüdür. Qaryef isə yarıdan çox qabardılmış heykəltaraşlıq növünə deyilir. 15-ci sual. Portret neçə növə bölünür? Dedik ki, portret nədir? İnsanın sinəyədək olan təsviridir və iki növə bölünür. Təntənəli, kameral. Təntənəli nədir? İnsanın cəmiyyət tutduğu mövqeyini, yəni insanlar daha çox at belində, hər hansı bir mənzərə fonunda təsvir edilir. Kameral isə insanın fərdi xüsusiyyətlərini vurğulayır və sinəyə qədər olan təsvirdir. 16-cı sual. Tanınmış şəxsiyyətlərin birini seçərək heykəlini çəkin. Yəni, məsələn, Nəriman Nərimanov, Səməd Vurğun, şair Nizami Gəncəvi kimi tanınmış şəxsiyyətlərin heykəlinin rəsmini çəkməyi tələb edir. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.